Lənkəranda isə faciəvi hadisə baş verib. İlqar və Şadiman Əskərov qardaşları Lənkəran çayında balıq tutarkən batıblar. Qardaşların meyitləri bu səhər dalğıcılar tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Lənkəranda Kürə deyilən ərazidə yaşayan 20 yaşlı İlqar və 21 yaşlı Şadiman Əskərov qardaşlarının çayda balıq tutmaq istəkləri həyatları bahasına başa gəlib. Balıq tutmaya adını gediblər çay qırağına. Saat 8-də də 9-da işlənmiş falan. Atalar gedib. Görüb yoxdur uşaqlar yoxdur. Axtarıblar, tapa bilmirlər. Deyirlər ki, bir yerə gediblər, uşaqlarla bir yerə gediblər. Axtardı, sonra elədi, tapa bilmədi. Fövqəladə Hallar Nazirliyinə zəng elədim, xilas edicilər gəldilər. Hadisə yerindən cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin dalğıc axtarış qrupu saat 01:45 radələrində axtarışlara başlasa da, Əskərov qardaşların meyitləri ancaq səhər saat 6 radələrində batdıqları yerdən təxminən 6 metr məsafədə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Xatırladaq ki, qardaşların batdığı ərazi Lənkəran çayının Vələdi kəndindən keçən hissəsi ən yaxın sulardan xilas etmə məntəqəsindən təqribən 8 kilometr aralıda yerləşir. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.